Elhamdülillahi'llezî menne aleyna bihifzil Kur'an ve taallumi ahkâmihi ve ta'lîmiha ve siyâgatiha ve teshîliha lirrâgibîne fîhâ. Thumme's-salâtu ve's-selâmu alâ khayri halqillâhi alel itlâq ve huve Muhammed ibn Abdillah salavatullahi ve selâmuhu aleyh ve alâ âlihi ve ashabihi ve men vâlâ. Emmâ ba'd. Esselamu aleykum və rəhmətullah, möhtərəm tamaşaçılar. Təcvid dərsləri silsiləsindən növbəti dərsimizdə başlayırıq. Keçən dərslərimizdə qeyd etdiyimiz kimi, sukunlu nun və ya tənvinlərin 4 hökmü vardır. Bu hökmlər izhar, idğam, iqləb və ixfə adlanır. Dediyimiz kimi, sukunlu nun və ya tənvinlər ərəb əlifbasında olan 28 hərfə rast gəldiyi zaman, bu zaman 4 hökm baş verir. Və keçən dərs izhar qaydasını izah etdi və dedi ki, izhar sözünün lüğəti mənası açıq-aşkar deməkdir. İstilahi mənada isə sukunlu nun və ya tənvinlərdən sonra 6 boğaz hərfi əlif, hə, ayn, hə, qayn, xa hərfləri gələrsə, bu zaman sukunlu nunda n səsi və ya tənvinlərdə olan n səsi açıq-aşkar bir şəkildə oxunacaqdır. Bugün isə sizinlə əl-idğam qaydasını öyrənəcəyik. İdğam sözünün lüğəti mənası bir şeyi hər hansı bir şeyə daxil etmək deməkdir. İdğam, bir daha təkrarlayıram, idğam sözünün lüğəti mənası bir şeyi nəyəsə daxil etməyə idğam deyilir. İstilahi mənada isə sukunlu nun, dediyimiz kimi sukunlu nun dedikdə nun üzərində sukun və ya tənvinlərdən sonra yərməlun hərfləri gələrsə, yəni bu hərflər yə, ra, mim, ləm, vav, nun və bu hərfləri yadda saxlamaq üçün bu sözü əzbərləməyə kifayət edər. Yərməlun. Bu 6 hərf gələrsə, bu zaman əl-idğam qaydası baş verər. Dediyimizin təsdiqi olaraq böyük qiraət alimlərindən sayılan Süleyman Əl-Cəmzuri özünün Tuhfatul Atfal şeirində belə buyurur. وَالثَّانِ اِدْغَامٌ بِسِتَّةٍ ətət. Sukunlu nun və ya tənvinlərin ikinci hökmü idğam adlanır və 6 hərflə bir yerdə gəlir. فِي يَرْمَلُونَ عِنْدَهُمْ قَدْ ثَبَتَتْ və qiraət alimlərinin yanında yərməlun sözündə cəmləşmişdir. Yəni bu 6 hərf. Lakinnəhə qisməni qismun yudğama fihi bi gunnətin biyənmu ulimə. Lakin idğam 2 qismə bölünür. Birincisi idğam bi gunnə və ya buna idğam ma'al gunnə. İkincisi isə idğam bila gunnə deyilir. İllə izə kənə bi kilmətin fələ tudğam kədunya thumma sinvanin tələ. Yalnız idğam zamanı müəyyən sözlər var ki, burada idğam olunmur. Onu da dərsimiz əsnasında o sözləri izah edəcəyik. وَالثَّانِ اِدْغَامٌ بِغَيْرِ غُنَّةٍ فِي اللَّامِ وَالرَّا ثُمَّ كَرِّرَنَّ. İkinci isə idğam bilə gunnə adlanır ki, bu da ləm və ra hərflərində baş verəcək ki, bunu da növbəti dərslərdə və ya dərslərimizin sonunda izah etməyə çalışacaq. Dediyimiz kimi, idğam sözünün lüğəti mənası daxil etmək və ya daxil olmaq mənalarına gəlir. Və İdğam 2 qismə bölünür ki, bunların birinci qismi idğam ma'al gunnə, yəni gunnəli idğam. Gunnə sözünün lüğəti mənası isə burundan çıxan səs deməkdir. İkincisi isə idğam bilə gunnə, yəni gunnəsiz idğam baş verir. İndi isə gəlin sizinlə idğam ma'al gunnəni keçək və idğam ma'al gunnə nə deməkdir, onu anlamağa çalışaq. Sukunlu nun və ya tənvinlərdən sonra 4 hərf gələrsə, bu hərflərimiz yə, mim, nun, vav hərfləridir. Bu zaman sukunlu nunda olan n səsi və ya tənvinlərdə olan n səsi, yəni ən, in, unda olan n səsi itərək bu hərflərə idğam olunur. Yəni bu hərflərə daxil olunur. Və bu zaman daxil olma zamanı səs burundan çıxır və bu 4 hərf şəddələnir. İdğam qaydası yalnız və yalnız Qurani Kərimə aid olan bir qaydadır. Ərəb dilində isə bu qayda istifadə olunmur. Və biz qeyd etdik ki, Qurani Kərimin özünə məxsus qayda qanunları var ki, həmin bu qayda qanunlar toplumuna da
təcvid deyilir. Gəlin indi misallara baxaq. Məsələn, mən yəqulu sözü. Mən yəqulu. Bu sözə fikir versəz, mən sözünün sonunda sukunlu nun var. Sonra isə yəqulu sözünün əvvəlində yə hərfi gəlir. Deməli, dediyimiz qaydaya görə, yəni sukunlu nun və ya tənvinlərdən sonra yə, mim, vav, nun hərfləri gələrsə, bu zaman idğam qaydası baş verir. Bu zaman n səsi oxunmur, bu 4 hərfdən hər biri isə şəddələnir və səs burundan çıxır. Məhz buna görə də bu qaydanın adı idğam ma'luğunna adlanır. Düzgün oxunuşu belədir. Mən yəqulu. Mən yəqulu. Və qeyd edim ki, idğam qaydası zamanı burada 2 hərəkə miqdarında həmin qayda uzadılır. Yəni, bu formada mən yəqulu. Yəni, 2 hərəkə dediyimiz zaman barmaqlarımızı 2 saniyə miqdarında tərpətmək nəzərdə tutulur. Məsələn, mən yəqulu. Baxın, mən yəqulu. Səhv oxunuş, mən yəqulu və ya daha səhv oxunuş, mən yəqulu kimi də oxunuşlar, düzgün oxunuşlar sayılmır. Başqa misala baxaq. Məsələn, bərqun yəc'alunə. Bərqun yəc'alunə. Fikir verdiyimiz kimi, bərqun sözünün sonunda tənvin dammanı görürük. Və tənvin dammadan sonra yə hərfi gəlir. Bu zaman idğam ma'luğunna qaydası baş verir, n səsi itir və n səsi yə səsi ilə əvəz olunur və səs burundan çıxaraq 2 hərəkə miqdarında uzadılır. Düzgün oxunuşu bərquy yəc'alunə. Baxın, bərquy yəc'alunə. Və burada dediyim kimi idğam qaydası baş verir ki, burada tənvin damma deyilmir və səslənmir. Düzgün oxunuş isə bu formadadır. Bir daha təkrarlayıram. Bərquy yəc'alunə. Bərquy yəc'alunə. İkinci misala baxaq. Min ni'mətin. Min ni'mətin. Burada min sözündə sukun nununu görürük. Sonra isə ni'mətin sözündə nun hərfini görürük. Və qeyd etdiyim kimi nun hərfi də idğam ma'luğunna hərflərindən biridir. Bu zaman min sözündə olan sukunlu nun oxunmur. Ni'mə sözündə isə nun hərfi şəddələnir və düzgün oxunuş bu formada oxunur. Min ni'mə. Min ni'mə. Fikir verdiniz? Min ni'mə. Başqa bir misala baxaq. Yevmə izin na'imə. Fikir verin. Yevmə izin na'imə. Burada da yevmə izin sözünün sonunda tənvin kəsrə görürük. Və tənvin kəsrədən sonra nun hərfi gəlir. Bu zaman idğam ma'luğunna baş verir. Yəni, tənvin oxunmur, na'imə sözü isə şəddələnir və düzgün oxunuş bu formada olur. Yevmə izin na'imə. Yevmə izin na'imə. Və dediyim kimi 2 hərəkə miqdarında, yəni 2 hərəkə, baxın, yevmə izin na'imə. Bu formada uzadılır və səsğunnə ilə burundan tələffüz olunur. Başqa bir misala baxaq. Min məlilləhi. Min məlilləhi. Baxın, min məlilləhi. Burada sukunlu nundan sonra mim hərfi gəldi və bu zaman idğam qaydası baş verir ki, nun oxunmur, sukunlu nun oxunmur, mim hərfi isə şəddələnir və səs burundan çıxaraq idğam ma'luğunna qaydası baş verir və düzgün oxunuş belədir. Min məlilləhi. Min məlilləhi. Başqa misalda isə lu'lu'ən mənthura. Lu'lu'ən mənthura. Burada lu'lu'ən sözünün sonunda tənvin fəthə vardır ki, bu tənvin fəthədən sonra mim hərfi gəlir. Bu zaman idğam ma'luğunna qaydası baş verir ki, n səsi itir, mim hərfi isə şəddələnir və oxunuş bu formada düzgün sayılır. Lu'lu'ən mənthura. Lu'lu'ən mənthura. Lu'lu'ən mənthura. Yəni n səsi tamamilə itir. Növbəti misalımız isə min valin sözdür. Min valin. Gördüyümüz kimi burada da sukunlu nun var. Yəni nun üzərində sukun. Ondan sonra isə vav hərfi gəlmişdir. Deməli, idğam ma'luğunna qaydası baş vermişdir ki, burada nun səsi oxunmur. Vav isə şəddələnərək burundan tələffüz olunur və 2 hərəkə miqdarında uzadılır. Və düzgün oxunuş mivvalin. Baxın, mivvalin. Yəni nun tamamilə itmişdir. Başqa misal isə
وَلِكُلِّنْ وِجْهَ وَلِكُلِّنْ وِجْهَ. Baxın, burada likullin sözünün sonunda tənvin kəsrə vardır. Sonra isə tənvin kəsrədən sonra vav hərfi gəlmişdir. Bu zaman idğam məluğunla baş verir ki, n səsi itərək vavla əvəz olunur, vav şəddəlinir və burundan səs iki hərəkə miqdarı ilə uzaldır və düzgün oxunuş وَلِكُلِّ وِجْهَ وَلِكُلِّ وِجْهَ kimi tələffüz olunur. Yalnız Quran-ı Kərimdə 4 söz var ki, bu 4 sözdə idğam məluğunla qaydası baş vermir. Yəni bu sözlər istisna sözlər adlanır. Bu sözlərimiz dünya, qinvanun, sinvanun, bunyanun sözləridir. Məsələn, dünya sözünə fikir versək, görərik ki, sukunlu nundan sonra yə hərfi gəlib. Əsil qaydaya görə burada idğam məluğunla baş verməlidir. Lakin idğam məluğunla qaydası baş vermir. Duyyə yox, məhz açıq-aşkar bir şəkildə, yəni izhar olunaraq dünya formasında oxunur. Və ya başqa bir misal, qinvanun, qinvanun. Burada nun hərfindən sonra vav hərfi gəlir. Qaydaya görə burada idğam məluğunla qaydası baş verməli idi. Lakin bu baş vermir. Bu da istisnadır və izhar formada qinvanun, sinvanun və bunyanun kimi açıq-aşkar bir şəkildə izhar olunaraq oxunur. İdğam qaydasının ikinci növü idğam biləğunnə adlanır. Dediyim kimi, idğam sözünün lüğəti mənası daxil etmək və ya daxil olmaq mənalarına gəlir. Biləğunnə sözü isəğunnəsiz, yəni burundan səs çıxmadan tələffüz olunur, yəni hava axını ağızdan tələffüz olunur. Bu da idğam məluğunnənin tamamilə əksidir. İstilahi mənada isə sukunlunun və ya tənvinlərdən sonra, bu tənvinlər ən, in, un, bu tənvinlərdən sonra iki hərf, yəni yərməlun sözündə olan iki hərfimiz, bu hərflər ləm və ra hərfidir. Çünki yərməlun sözündə olan 4 hərfimiz yə, mim, vav, nun, bu hərflərimiz idğam məluğunnə hərfləri idi. Deməli, yerdə qalan iki hərfimiz isə idğam biləğunnə hərflərə daxildir ki, bu zamanda idğam biləğunnə qaydası baş verir, nun səsi, n səsi tamamilə itir, ləm və ra hərfləri isə şəddələnir. Buna misal olaraq, gəlin, min lədunhu sözünə nəzər yetirək. Fikir verdiyimiz kimi, min lədunhu sözündə sukunlu nun görürük və sukunlu nundan sonra isə ləm hərfi gəlmişdir. Deməli, qaydaya görə burada idğam biləğunnə qaydası baş vermişdir. Bu qayda zamanı da n səsi oxunmur, ləm səsi isə şəddələnir, ləm hərfi isə şəddələnir. Yalnız fərq səs burundan çıxmır. Çünki bu qaydanın adı idğam biləğunnə, yəniğunnəsiz idğam adlanır. Və təcvid əhkamlarına görə bu iki sözün oxunuşu bu formada oxunur. Millədunhu. Baxın, millədunhu. Nun səsi tamamilə itmişdir. Çünki idğam biləğunnə qaydası baş vermişdir. İndi isə gəlin başqa bir misal, tənvinlərə aid misallara baxaq. Məsələn, Uca Allah buyurur, Vaylun likulli huməzətin lüməzəh. Vaylun likulli huməzətin lüməzətin. Burada da biz tənvin damma və sonra isə tənvin kəsrədən sonra ləm hərfinin gəlməsini görürük. Deməli, idğam biləğunnə qaydası baş vermişdir ki, n səsi, yəni tənvinlərin sonunda olan ən, in, unun sonunda olan n səsi tamamilə itir və bu hərflər isə şəddələnir və təcvid əhkamına görə bu sözlərin oxunuşu təcvid əhkamına görə belə oxunmalıdır. Vaylul likulli huməzətil lüməzə. Daha buranı vaylun likulli yox, vaylul likulli. Huməzətin lüməzəh yox, huməzətil lüməzəh kimi oxunur. Çünki idğam biləğunnə qaydası baş verir. Başqa misala baxaq, ra hərfinə bağlı misala baxaq. Məsələn, min rabbihim. Min rabbihim. Və burada da sukunlu nundan sonra ra hərfi gəlmişdir. Deməli, idğam biləğunnə qaydası baş verir ki, n səsi tamamilə oxunmur, ra hərfi isə şəddələnir və təcvid əhkamına görə, yəni idğam biləğunnə qaydasına görə bu iki sözün oxunuşu bu cürdür. Mir rabbihim. Baxın, mir rabbihim.
min Rabbihim yox, mir Rabbihim deyə oxunmalıdır. Və ya başqa bir misala baxaq. Qafurin Rahim. Qafurin Rahim. Və burada da tənvin kəsrədən sonra ra hərfinin gəlməsini görürük. Bu zamanda idğam biləğunna qaydası baş verir ki, və bu zamanda tamamilə n səsi itir, ra hərfi isə şəddələnir və təcvid əhkamına görə bu iki sözün oxunuşu Qafurir Rahim, Qafurir Rahim deyə oxunmalıdır. Həzə və mə kənə min xata'in fəminni və minəş-şeytan vallahu və rasuluhu minhu bəriən və subhanəkə Allahumma və bihamdik əşhədu ən la ilahə illə ənt əstəğfiruka Allahumma və ətubu ileyh.